Dövlətin sərvətini talan edənlərə qan udurulmalıdır. Xalq bu talana etirazını bildirməli və öz hüququnu tələb etməlidir. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev korrupsioner məmurların sərt qanunlarla cəzalandırılmasını tələb edir. Niyə demirlər Səlim Müslümov Varovskidə, Zeytunluqda, 9-cu mikrorayonda 5 mərtəbəli 1700 manata villanı ilə tikir? Niyə bunu demirlər? Yəni, elə bir qanun qəbul edilməlidir. O qanun çox sərt olmalıdır. Getməlidir, hüquq mühafizə orqanları yoxlamalıdır ki, bu Səlim Müslümovundur. Bu Heydər Əsədovun Varovskidə 6 mərtəbəli 6 dənə villası var. Həsən Əliyev küçəsindəki 5 milyona aldığı villa bunu yoxlanılmalıdır və bu həbs edilməlidir. Onda onları xalq görəcək ki, həqiqətən haqq ədalət gəlir. Yoxsa ki, Heydər Əsədova 5000 manat cərimə eləməklə və yaxud da ki, Səlimə 5000 manat cərimə etməklə, onun 5 milyon oğurlayan dövlətdən 5000 manat ona vermək onun üçün elə heç bir şeydir. Hafiz Hacıyev bir neçə məmuru cəzalandırmaqla problemin həllini mümkünsüz sayır. Əlavə edir ki, hökmən Nazirlər Kabineti bütövlükdə istefaya göndərilməlidir. Hökumətin hamısı tam təşkil istefa verməsə mümkündür. Çıxartdı Ziya Məmmədovu, nə dəyişdi? Rabitə naziri getdi, nə dəyişdi? Hökumət yerindən getməlidir. Hökumət buraxılmalıdır, Artur Əsəddə başda olmaqla. Yeni qüvvələr gəlməlidir. İqtisadiyyatı bilən, müasir dünyaya inteqrasiya olan, xaricdə dünyanın iqtisadiyyatını bilən, siyasətini bilən adamlar gəlməlidir. Bunlar çoxsuz Azərbaycanın sərhədlərini tanımırlar. Bu hökumətdə olan adamlar Azərbaycanın xaricdə necə təmsil etməklərini bilmirlər. Bunlar heç oturuşub duruşunu bilmirlər. Bunlarla hara getmək olar, hansı dövləti qurmaq olar? Və budur da bu günə gəlib qalmışıq. Bir sənə ötər, hərəsini bir adam xahiş edib, oturtdurub orada. Bugün ölkədə bunun ziyanı gəlib sayda vətəndaşa dəyər. Ona görə də siz fərdlərlə məsələ həll olunmur. Nazirlər Kabineti, hökumət təcili şəkildə buraxılmalıdır. Görürsünüz, Rabitə nazirində nələr çıxdı? Nələr çıxdı? Deyir ki, mən nazir müavininə 5 milyon verdim, getdi özünü bilət. Elə bil dədələrinin puludur. Elə bil o türmələrdə apşaqlar olur, pul yığırlar, qayıdıb bölürlər. Bunlar bu dövlətin pulunu belə bölüblər. Arazxan, Vüsal Qarayev, Xalq TV.